Odur. Deməli, əvvəlki ifadələrinizin əksinə olaraq boynunuza alırsınız ki, 69-cu il iyul ayının 16-sında mehmanxanaya Lebedinskinin nömrəsinə gələndə sizin yanınızda bir nəfər də olub. O adamın familiyası. Selimov. Adı atasının adı. Adı atasının adı! İsmet Rızayeviç. Siz özünüz üçün saxlayırdınız? Yox. Pulların hamısını mən Səlimova və Dadaşova verirdim. Bəs onlar kimlə bölüşürdülər? Dəqiq bilmirəm. Deyəsən bir adam vardı. Vaxtaşır ona qiymətli hədiyyələr verirdilər. Səlimov deyirdi bizim ki, belə arxamız var, daha bizə zavar yoxdur. Siz o adamı görmüşdünüz? Bir dəfə. Zahiri görkəmi necədir? Orta boylu, Fransız artistlərinə oxşayır. Familiyasını bilmirsiniz? Yox. Yadınıza salın, familiyası nədir? Almazov? Deyəsən. Almazov? Hə. Lənət şeytana. İndi fikrin nədir? Sanksiya alıb, hər ikisini həbs eləmək. Hələlik. Yoxsa şübhəm var. Heç tanışdığını bilirsən? Bilirsən onlar kimdir? Özlərindən küsünlər. Bəs sən Allah. Əgər sənin mülahizən təsdiq olunsa, heç bilmirəm bunun axırı nə olacaq. Həqiqəti aşkar eləmək üçün başqa imkan yox idi. Buna görə sənə heç kim sağ ol deməyəcək. Mənə heç kəsin təşəkkürü lazım deyil. Mən öz vəzifəmi yerinə yetirmişəm. Eyni zamanda onu pozmusunuz. Fotoşəkillər onların əlaqəsi barəsində heç bir sübut deyil. Yaxşı, bu söhbətə